Günün xəbərləri. Rüşvət və korrupsiyaya qarşı mübarizənin nəticəsi. Yaşasın rüşvət, yaşasın korrupsiya. Prokuror Nemət Pənahlıya 7 il 6 ay müddətinə həbs cəzası istəyib. Osman Kazımovun məhkəməsi başlayıb. Azad İstehlakçılar Birliyi Masazır gölündə monitorinqə başlayıb. İnsan Hüquq və Azadlıqlarını Müdafiə İctimai Birliyi Bakı kəndlərinin nümayəndələri ilə birgə ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə adı ilə aparılan kampaniyanın gedişi ilə bağlı reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda dəyirmi masa keçirib. Qurumun sədri Rasim Əlizadə dəyirmi masanın yaşasın rüşvət, yaşasın korrupsiya devizi altında keçirildiyini bildirib. O, devizin yaranmasına görə dövlət başçısı İlham Əliyevi günahkar sayıb. Prezident xalqı rüşvət və korrupsiyaya qarşı mübarizədə fəallığa çağırıb. Xalq bu çağırışa inanaraq qarşılaşdığı problemlərin həlli üçün dövlət qurumlarına, məmurlara müraciət edərkən rüşvət verməkdən imtina edib. Nəticə isə acınacaqlı olub. Belə ki, kampaniyaya qədər rüşvət verərək problemini həll edən vətəndaş rüşvət vermədiyinə görə problemini həll edə bilməyib. Hər bir vətəndaşın hüquq və azadlığının təminatıcısı olan dövlət başçısı isə kampaniyaya qoşulan vətəndaşını məmur özbaşınalığından qoruya bilməyib. İronik də olsa, rüşvət və korrupsiyanın yaşamasını istəyirik. Bu halda vətəndaş heç olmasa puluna güvənib işini görə bilir, deyə Rasim Əlizadə qeyd edib. Tədbirdə vətəndaşın ən çox polis, məmur özbaşınalığından və məhkəmə ədalətsizliyindən əziyyət çəkdiyi qeyd edilib. Nəqliyyat naziri Ziya Məmmədov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və dövlət başçısının şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adı xalqa ən çox əziyyət verən inhisarçı məmurlar sırasında çəkilir. Daxili İşlər naziri Ramil Usubov isə insanların təhlükəsizliyini təmin edə bilməməkdə ittiham olunur. Bakı kəndlərində torpaqların kənd sakinlərindən başqa kimlərə desən verildiyini deyən natiqlər məsələ ilə bağlı ciddi narazılıqlarını bildiriblər. Əhaliyə veriləsi torpaq sahələri qalmadığı halda, kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün Bakı kəndlərinin sakinlərinə paylanan kreditləri mənasız sayıblar. Çəkilişi yerə təmin edəmişsiniz. Zülmün topu var, gülləsi var, gəhələsi var. Təqsirləndirilən şəxslərin ifadələri ilə başladı və tamamlandı. Deməli, Nemət Pənahlı ötən məhkəmə iclasında yarımçıq qalmış ifadəsini bu məhkəmə iclasında tamamladı. Sağ olun. Bağla. İyunun 1-də Binəqədi rayon məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi bu iddiaya qarşı Osman Kazımovun verdiyi qarşılıqlı iddia və müstəqil tələb irəli sürən 3-cü şəxs Tural Kazımovun iddiası əsasında məhkəmə prosesi keçirir. Prosesdə iddiaçı, onun nümayəndələri Altay Muradov və Feruz Quliyev, cavabdeh Osman Kazımov, onun nümayəndəsi Natiq Mustafayev, vəkili Vüqar Xasayev və 3-cü şəxsin nümayəndəsi Yavər Hüseynov iştirak edib. Prosesdə çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin nümayəndəsi Altay Muradov bildirib ki, Osman Kazımov vəkillik etikasına zidd hərəkət edib, qanunun tələblərini pozaraq müdafiə etdiyi şəxsi müdafiəsiz qoyub.
İddiaçının nümayəndəsinə suallar verən Osman Kazımov bildirib ki, mən üzləşdirmə protokolunda müstəntiq tərəfindən şahid ifadəsi təhrif edildiyinə görə etiraz etmişəm və protokolu imzalamamışam. Kazımov işlədiyi hüquq məsləhətxanasının müdiri Sümbülə Əliyevanın müdafiə etdiyi şəxs Tural Kərimov və bu iş üzrə müstəntiq Kamal Talıbovun məhkəmədə dindirilməsi barədə vəsadətlə çıxış edib. Proses zamanı aqressiv davranışlar nümayiş etdirən iddiasının nümayəndəsi Feruz Quliyev ilə proses iştirakçıları arasında konflikt yarandığından hakim vəsadətə münasibət bildirməyib. Hakim Hüseyn Səfərov iddiaçı tərəfdən vəkillərin etik davranış qaydaları haqqında əsasnaməni və Osman Kazımova göndərilmiş çağırış vərəqlərini məhkəməyə təqdim etməyi tələb edib. Xatırladaq ki, Vəkillər Kollegiyası Rəissiyyət Heyətinin fevralın 4-də keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəissiyyət Heyəti bu qərarı Baş Prokurorun birinci müavini Rüstəm Usulovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosesual Məcəlləsini və vəkillik fəaliyyəti haqqında qanunu pozmaqda ittiham edir. 2001-ci ildə qəbul olunmuş yod çatışmamazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun 8.3-cü maddəsində ölkədə yodsuz duzun hətta heyvanlara verilməsi məqsədi ilə satışı idxalı qadağan olunsa da, hələ də yodlaşdırılmayan, təmizlənməyən plastik qablara qablaşdırılmış duzların satışı davam edir. Respublika ərazisində bəzi çörək bişirmə, pendir istehsalı sexlərində əksər hallarda yodsuz, təmizlənməyən və insan sağlamlığı üçün təhlükəli duzlardan istifadə olunur. Bu məsələ ilə bağlı iyunun 1-də Azad İstehlakçılar Birliyi Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində mətbuat konfransı keçirib. Mətbuat konfransında Birliyin sədri Eyüp Hüseynov əhalinin istifadə etdiyi fərqli duz nümunələri üzərində yod çatışmazlığı testi aparıb. O, Masazır Duz gölündə monitorinqə başlanıldığını bildirib. Sədr Azərbaycan istehlakçılarına müraciət edərək onları yodsuz, mənşəyi bilinməyən duzlardan imtina etməyə çağırıb. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov bütün hökumət qurumlarını, biznes sahəsində çalışanları bu gündən etibarən ölkənin əmtəə bazarında duz segmentində keçiriləcək monitorinqə dəstək olmağa çağırıb. Sədr monitorinqin nəticələrinin bu ayın sonunda açıqlanacağını bildirib.